Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər. Deməli, bilirsiniz ki, 22 fevral 2026-cı il tarixində OTK-nın 9-cu siniflər üzrə sınaq imtahanı keçirilib. Bugün bu videoda sizinlə həmin sınağın riyaziyyat suallarının izahına baxacağıq. Başlayaq 31-ci sualdan. 31-ci sualda bizə nə deyir? Qrafikin təpə nöqtəsinin koordinatlarını istəyir bizdən. Biz ümumiyyətlə burada bir şey bilməliyik ki, y bərabərdir. Təpə nöqtəsi ilə verilən halın ümumi şəkli bu formadadır. Y çıxılsın m kvadratı plus n. Yəni burada təpə nöqtə m və n-dir. Bu təpə nöqtəsinin koordinatlarıdır. Burada da həmin bunu nəzərə alsaq, bunun m-i bizdə 2-dir. İndi deyəsi mənfi 2 xeyr, çünki burada da çıxaqdır, burada da çıxaqdır. M-i bizdə 2 olur, n-i də olur 3. Yəni təpə nöqtəsinin koordinatları olur 2 və 3. 31 doğru cavab A variantı. Növbəti 33-cü suala baxaq. Düzgün eni bucaqlığının daxili bucaqlarının cəmi. Düzgün eni bucaqlığının daxili bucaqlarının cəmi 180 vurulsun n-2 qaydası ilə tapa bilərsiniz. Və xarici bucağın cəmi təbii ki, bütün çox bucaqların xarici bucaqlarının cəmi 360 dərəcədir. Bunlar gedir, burada qalır 2. Olur deməli n çıxılsın 2 bölünsün 2. Doğru cavab C variantı. 2 toplananın birinə 7, digərinə mənfi əlavə edilsə, cəm necə dəyişər olmalıdır da burada. Gəlin 2 cəm götürək. Niyə belə oldu? 2 cəm götürək, 2 toplanan götürək. Demək, tutaq ki, 10 plus 9 bərabərdir 19. Ürəyim istəyən bir cəm götürürüm. Birinə 7 əlavə edirəm, 17. Digərinə mənfi əlavə edirəm. 9 üzərinə mənfi 3, 6 bərabərdir 23. 19-dan 23-ə gəlmişəmsə, təbii ki, burada nə var? 4 vahid artma var da, Y variantı 33-də. 34 nömrəli tapşırığa baxaq. Qəşəng bir sualdır. Buna oxşar bir sual 11-lərə də düşmüşdü. Sahəsi 120 kvadrat santimetr ilə bərabər olan ABC üçbucağının medianları K nöqtəsində kəsişir. Gəlin 3-cü medianı da çəkək. Biz burada qayda olaraq bilməliyik ki, medianlar çəkilibsə, 6 bərabər sahə yaranır burada. Yəni 6S bərabərdir. Ümumi sahəni mənə 120 verib. S də bərabərdir 20-yə. 2 dəfə 6, 12, 20. Və iştirixlənmiş isə 2 dənə S-dir. Yəni 2 vurulsun 20. Bu da bərabərdir 40. Doğru cavab Y variantı. 72 ədədinin 8-də 3 hissəsi. 72 vurulsun 8-də 3. Ədədin hissəsini tapanda ədəd hissə göstərən ədədə vurmaq lazımdır. 9, 3, 27. Doğru cavab A variantı. Sonra 36 nömrəli tapşırığa baxaq. Deyir AMB, BNC və AKC qövslərinin uzunluqları nisbəti 2, 3, 4 nisbətində olarsa. Deməli, AMB bura olur 2x, BNC bura olur 3x və AKC burada olur 4x. Və biz bilirik ki, üçbucaq tam 360 dərəcə olduğuna görə 2x plus 3x plus 4x bərabərdir 360-a. Bərabərdir 360-a. Və buradan 4, 3, 7, 9x bərabərdir 360-a. X də bərabərdir 40-a. Və adam məndən nə etir? BAC-nin. X 40-dırsa 3-ü 40-a vuranda 120 olur bura. BAC daxilə çəkilmiş bucaq olduğuna görə söykəndiyi qövsün yarısıdır. 36 doğru cavab E variantı. 37 nömrəli tapşırığa baxaq. Deməli, burada biz x yerləşməlidir. Mənfi 4, 4 arasında yaza bilərik. Niyə? Səbəb nədən ibarətdir? Bunu əslində intervallar üçün yazmalıdır. Amma bu 9-cu sinifdə bu qayda şəklində belə verilir ki, yəni modulda x kiçikdir A-nın həlli, x yerləşir mənfi A arası. İndi burada A-nın 0-dan böyükdür halı da var. Yəni bu hallar da təbii ki, araşdırılmalıdır. Burada bu 4 müsbət ədəd olduğuna görə o zaman bunun həllini bu cür yaza bilərəm mən. Və neçə tam həlli var? Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Doğru cavab 7 dənə tam həlli var. Deməli 37-də doğru cavab 7 olmalıdır. 38-ə baxaq. Təliyin kökləri cəmi. Mən V-yə gəlmək üçün, yəni kökləri cəmi və kökləri hasil haqqında danışıramsa, bu çevrilmiş kvadrat tənliyi olmalıdır. Yəni x kvadratın əmsalı 1 olmalıdır. Hər bir həddini 2-yə bölüm. X kvadratı plus 3x bərabərdir 0. Və çevrilmiş kvadrat tənliyə görə bunun kökləri cəmi
bərabərdir -3-ə əks işarəli ikinci həddin əmsalı. Və ya bu qaydanı bilmirsənsə, köklərin ayrı-ayrı da tapıb hesablaya bilərsən. Sonuç dəyişməyəcək zaten. 6 kiloqram konfetin qiyməti 48 manatdırsa, bunu müxtəlif cür yaza bilərsən. Tənasüblə də yaza bilərsən, belə də baxa bilərik. Məsələn, 6 kiloqram konfetin qiyməti 48 manatdırsa, 1 kiloqram konfetin qiyməti olacaq 48-i böləcəm 6-ya 8 manat. 1 kiloqram 8 manatdırsa, 9 kiloqramda 72 manat olacaq. Və yaxud da belə baxa bilərsən. 6 kiloqramı 48 manatdırsa, 9 kiloqramı x manat. Çarpaz vurursam 6x bərabərdir 9 vurulsun 48. Buradan da x bərabərdir 9 vurulsun 48 bölünsün 6. Burada demək 48-dən 6 gedir. Burada qalır 8. 8-i 9-a vuranda 72. Yəni dəyişən bir şey yoxdur. Eyni cavab alınmalıdır. A vur B hasilini tapın. Gəlin bunu parçalayaq. 20-ni mən yaza bilərəm. 4 vurulsun 5 üstündə -4 kimi. 4'ü yaza bilərəm. 2'nin kvadratı vurulsun 5 üstü -4 kimi. Və hasilin qüvvəti həm 2'nin kvadratının qüvvəti kimi, həm də 5'in qüvvəti kimi. Qüvvətin qüvvəti bir-birinə vurulur. 2 üstü -8 vurulsun 5 üstü -4. Bu bizə verdi B-ni. Bunu artıq sadələşdirmirəm. Bu artıq bitdi. Bundan artıq sadələşmir. Və A da budur və sənə AB hasilini deyir. A vurulsun, yəni 3'ün kubu vurulsun 4 üstü 4 vurulsun 5 üstü 5. A vurulsun B. B də budur da bizdə. 2 üstü -8 vurulsun 5 üstü -4 şəklində. 3'ün kubu 3'ün yoxdur. Elə olduğu kimi qalır. Əslində mən bu 4'ün üstü 4'ü belə göstərə bilərəm mən. 2'nin kvadratı üstü 4 kimi. Qüvvətin qüvvəti yenə bir-birinə vurulacaq. Olacaq 2 üstü 8. 2 üstü 8, 2 üstü -8. Üstlər toplanır. 2 üstü 0. 5 üstü 5, 5 üstü -4. Üstlər toplanır. 5 üstü 1. Bu da bərabərdir. 3'ün kubu 27. 2 üstü 0, 1. 5 üstü 1, 5. 35, 3 yaddır. 5 dəfə 2, 10, 13. 135 doğru cavabımızdır. B variantı. 41 nömrəli tapşırığa baxaq. İştirixlənmiş hissədə olan elementlərin cəmini deyir, tapın. Deməli, burada biz nəyə diqqət eləməliyik? Bu yalnız A-da olandır. Gəlin bunu elə biz yazaq. Kəsişməyə baxaq. Kəsişmə 2-dir. Sonra 3-dür. Hər ikisində olan 2 və 3-dür. Sonra 5-dir. Yalnız A-da olan 1-dir, 4-dür, 6-dır. Yalnız B-də olan 7 və 8-dir. İştirixlənmiş hissə 1, 4, 6. Bunların da cəmi mənə verir 11'i. 41'də doğru cavab A variantı. Başqa yoxdur. Bir dənə baxaq görək səhvimiz getməsin. Demək 1, 4, 6 burada yoxdur. 11. Aha. 42 nömrəli tapşırığa baxaq. 42 nömrəli tapşırıqda bizə nə deyir? Deməli, buna aid 11-ci sinifdə də belə bir buna oxşar bir sual düşmüşdü. Yuxarını gəlin belə yazaq. Kök altında 10'da 16, düzdürmü? Üstə gəlir kök altında 10'da 25, kök ümumi kökdə. Üstə gəlir kök altında 10'da 36. Bax belə. Bu da bərabərdir. Kök alsam, kök altında 10'da 4 plus kök altında 10'da 5 plus kök altında 10'da 6. Və hesablasam bunu, yuxarı olur 15, aşağı olur kök altında 10. Bu məxrəcin icrasını azad eləməyə ehtiyac yoxdur. İndi bunun məxrəcini hesablayaq. Məxrəcin hesablayanda nə baş verəcək? Baxın, ayrı-ayrı hesablayıb yerinə yazacağım ki, rahat alınsın. Məxrəcin hesablayanda bir kökdə yaza bilərəm onu. 2 vur 5 vuruz üstə gələk. Kök altında 10. Bu da bərabərdir. 2 kök altında 10 plus kök altında 10 bərabərdir 3 kök altında 10. Deməli, məxrəc bu idi. Daha da sürət budur. Məxrəci də bunu aldım. Axı, kəsir xətti ümumi bölməni bildirir. Bölünsün. Belə yazaq istəyirsiniz. Sizin üçün tam belə rahat olsun da. Sürəti sadələşdirdim, aldım. 15 bölünsün kök 10. Məxrəcdə də aldım 3 kök 10. Biz demişik ki, böləndə tərsinə vururam. 15 bölünsün kök altında 10. Vurulsun 1 bölünsün 3 kök altında 10. Ha belə. Baxaq görək bir dənə hesab səhvimiz getməsin. Bu 15 olmalıdır. Baxaq bir dənə görək hesab səhvimiz getməsin. Aha. Yuxarı olur 15. Aşağı olur 3. Kök 10'u kök 10'a vuranda kök 100.
İxtisarlarımızı aparaq. 15 ilə 3 gedir. Burada qalır 5. Yuxarı olur 5. Kök altında 100-dən də təbii ki 10 çıxır. Bu da bərabərdir 0,5. Doğru cavab D variantı. 40 nömrəli tapşırığa baxaq. Sərbəst həddi deyəndə dəyişənin yerinə 0 yazıram. İkisinin yerinə 0 yazsam bu da 0-a gedir. Bu da. Qalır deməli 15 minus 3m bərabərdir 3-ə. Çünki sərbəst həddi 3-dür. 3m bərabərdir 12. M də bərabərdir 4-ə. Doğru cavab Y variantı 43-də. 44 nömrəli tapşırığa baxaq. İki tərəfi 8 və 9 cm olan üçbucağın perimetri. Bura 8, bura 9. Bura bir x desəm. Bunun perimetri nəyə bərabərdir? 17 plus x, düzdürmü? Burada x nəyin arasında yerləşir? İki tərəfin fərqi ilə cəmin arasında yerləşir, düzdürmü? Buradan x bərabərdir. Perimetri minus 17. Gətirib x-in yerinə p çıxılsın 17 yazaq. 1 ilə 17-nin arası. Hər tərəfə 17 əlavə edim. 34. 17-nin üstünə 1, 18. Və perimetri nə ala bilər? 19, 20, ta ki 33-ə qədər. Bu ədədlər arasında yerləşən say tapılma düsturu var idi bizdə. Say tapılma. Sonuncudan birincini çıxırdım. Bölürdüm, arasındakı fərqi 1-1 artır. Üzərinə gəlirdim 1. Bunu təbii ki sən mütləq bilməlisən. Deməli olur 14 bölünsün 1 plus 1, bu da bərabərdir 15. Doğru cavabımızdır. Deməli 44-də doğru cavab olur C variantı. 45 nömrəli tapşırığa bax. Deməli mən yuxarını vuruqları ayırma üsulu. Bunun mən köklərini tapa bilərəm. Kökləri cəmi 5 hasil 6 edirsə, bunun bir kökü 3-dür, bir kökü 2-dir. Düzdürmü? Onda bunu mən belə vuruqlara ayıra bilərəm. Bizim vuruqlar ayırma qaydamız var. X çıxılsın 3, x çıxılsın 2 şəklində. Yəni köklərin evlə əksini götürüb yazırdım. Aşağıda ilə olduğu kimi qalır. X minus 3. Üstə gələk. Yenə də mən bunu da eyni qayda ilə bunu silək. Bu bizə mane olmasın. Deməli bunu da eyni qayda ilə mən vuruqları ayırsam. Bunun kökləri bir köküm olur. Deməli 4. Bir köküm olur 2. Və toplayanda bu müsbəti 2 eləməlidir deyə mənfi 2. Və gətirib yerinə yazanda x minus 4 işarə əksinə çevirirəm. X plus 2. Və x kvadratının əmsalını sən qarşıda yazmalısan. 1-dir deyə mən yazmıram. X plus 2 ilə də o işim yoxdur, aşağı qalır. Bunlar ixtisar gedir, bunlar ixtisar gedir. Qalır x çıxılsın 2, üstə gələ x çıxılsın 4. Bu da bərabərdir 2x minus 6. 45-də doğru cavab D variantı. Sonra 46 nömrəli tapşırığa baxaq. ABCD artan müsbət ədədlər sırasının ən böyük fərqi, ən böyük fərq ən böyük ədəddən ən kiçik çıxmaqdır. Artan dediyinə görə D ən böyükdür, A ən kiçikdir. Ən böyük fərqi bu sıranın medianına bərabərdir. Cüt sayda olduğuna görə median ortadakı iki ədədin cəmidir. B üstə gəlinsin, C bölünsün 2. Bunu çarpaz vursam, B üstə gəlir C bərabərdir 2D minus 2A şəklində. Və B üstə gəlir 2A bərabərdir 2D çıxılsın C. Burada 2D çıxılsın C-ni yenə bunu yazsam, B plus 2A. Aşağı ilə işim yoxdur. 2A plus B, bunlar eyni ifadələrdir deyə nisbət gedir 1-ə. Deməli 46-da doğru cavab olur 1. Davam edək 47 nömrəli sualına. 47 nömrəli sual bir çevrə sualıdır. Baxaq görək nə deyir bizə. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC toxunanlardır. Biz bilirik ki, deməli A nöqtəsində toxunanlar çəkilibsə, BAC buna mənə ümumi öz 90 verib. Və biz bilirik ki, çevrədə toxunan nədir? Radiusu perpendikulyardır. Ona görə AB-ni toxunan verib, onu da mərkəz veribdir, OB bizə radiusdur. O zaman burada 90 olur, burada 90 olur. 4 bucaqlıda 3 90 varsa 4-cü bucaq məcburdur 90 olmağa. Bura 8 isə burada bir düz bucaqlı yaranır. Bura zaten 8 olduğunu bilirəm. Bir nöqtədən 2 toxunan çəkilibsə, bunlar bərabərdir. 8-in qarşıları da 8 olduğuna görə bir kvadrat yaranır burada.
A, B, O, C'nin də bizdən nəyin istəyir? Perimetrin. 4 dənə də 8-im nə eləyir? 32. Deməli, 47 doğru cavab 32. Sonra 48 nömrəli tapşırığa baxaq. 50 manatlıq məhsulun qiyməti artırılıb 60 manat olub. İlkin əlimdə olan hər zaman 100%-dir. 100%-dir. Artıb 60 manat olub. Bu da olsun x faiz. Çarpaz vursam 50x bərabərdir. 60 vur 100. Buradan x bərabərdir. Bunu vurmağa ehtiyac yoxdur. Çünki zaten ixtisar gedəcək. Özünüzü bir də yormağa ehtiyac yoxdur. İxtisar edək. Bununla bu gedir. Burada qalır 2. 2-ni 60-a vuranda olur 120. 120 olması 20% artma deməkdir. Bir 100-lə müqayisə edirsən da sən. Doğru cavab 20% artdı yəni. A və B ədədlərinin ortaq olmayan sadə vuruqların hasili C-dir. Biz burada bilirik ki, çox böl əvvəl, yəni eyni ədədlərdir. İndi burada tam oxunmur. 3A, 3B, 3A, 3B. Eyni ədədlərdir bunlar. Yox, bunlar eyni ədədlər deyil. Mən səhv demişəm. Bir misal bu cürdür. Baxın. Əkop. Deməli, 3A, 3B. Belədir. Əkop 3A, 3B. Bölünsün əbob. Əbob. Deməli, 2A, 2B. Misalımız bu formadadır. Vurulsun 1 bölünsün 3C. Bax, belədir. Mən burada nə edəcəm? Bilirəm ki, əkop və əbobun qarşısına ədədləri çıxara bilərəm. Yəni 3 vurulsun əkop AB. Aşağıda da 2 vurulsun əbob. Yəni aşağıdan 2-ni, yuxarıdan 3-ü çıxara bilərəm. AB. Bax belə. Vurulsun 1 bölünsün 3C. Deməli 3 böl 2 ilə işim yoxdur. Bu hissə bizə, yəni əkop AB bölünsün əbob AB ortaq olmayan sadə vuruqların hasilini verir. Yəni C-ni verir. Vurulsun 1 bölünsün 3C. Buradan deməli C-lər gedəcək, 3-lər gedəcək. Qalacaq 2-də 1. Doğru cavab 2-də 1 və yaxud da 0.5. İndi bu açıq sualdır deyəsən, bunu 0.5 kimi kodlaşdıracaqsan. Çünki orada 2-də 1 kodlaşdıra bilməyəcəksən. Belə. Baxaq 50 nömrəli tapşırığa. 2x bərabərdir 4-dən x-in 2 olduğunu alıram. Gətir burada x-in yerini 2 yazsam. 2 plus y bərabərdir 9-a. Y də bərabərdir 7-yə. Y 7, x 12, xy hasili də mənə verəcək 14-dür. 50-də doğru cavab 14. 51 nömrəli tapşırığa baxaq. Gəlin bu şəkli istəyirsiniz çəkək, tam belə sizin üçün açıq görünsün. İndi burada biraz balacadır. Mən şəkil üzərində işləsəm biraz sizə aydın olmayacaq. Yəni qarışıq gələcək. Ona görə gəlin şəklimizi çəkək. Deməli bu belədir. Bu da belədir. Eyni zamanda buradan da belə bir uzantı var. Bizə KAB-ni, yəni bu hissəni mənə veribdi 100. Buranı mənə verib 100. Sonra CDP. CDP bu hissəni mənə verib 120. Və bu hissə bura paraleldir. Çünki özü mənə deyir ki, bura bir A desəm, bura bir B desəm, bura bir C desəm. Bu AB, A paraleldir B-yə. B də paraleldir C-yə. A B-yə paraleldir. B də C-yə paraleldir. Yəni bunların bir-birinə paralelliyin veribdir və bu bucaqla bu bucaq nə yaranır? Daxili bir tərəfli yaradır deyə cəmi 180 dərəcədir deyə bura 80 olur. Eyni zamanda bu bucaqla 120 ilə bura daxili bir tərəfli yaranır deyə burada 60-dır. Bizə nə istəyir? CYB bu bucağı istəyir bizdən, buranı istəyir. Bura bir alfa yazıram. Bucağın daxili bucaqlarının cəmi də bizdə nə olur? 180 olur. Burada deməli alfa üstə gələk 140 bərabərdir 180, x də bərabərdir 40. Doğru cavab 40 dərəcə. Davam edək növbəti sualla. Deməli 52 nömrəli tapşırığa baxaq. ABC paralelogramında DY parçası tənbölləndir. Bura bir alfa desəm, bura olacaq alfa və bura çarpazdır. Çünki bu hissə bura paralel olduğuna görə burada olur alfa bizdə. Sonra onda bu hissə bura bərabərdir. Çünki oturacağı bitişik bucaqlar bərabərdir. Axı bərabər yanlılıq yaranır. AB-yə mən 5 desəm, burada olacaq 5. Çünki
paralelogramın qarşı tərəfləri bərabərdir. Eyni zamanda bərabər yanlıqdan bura da 5-dir. Bura bir 3 desəm deyəndə, yəni şərtdə var da, özümdən demirəm. Yuxarı 8-dir, aşağıda 8 olmalıdır. P bərabərdir 2 vurulsun eni 5, uzunu 8. Bu da bərabərdir 2 vurulsun 13. Bu da bərabərdir 26-ya. 52-də doğru cavab 26. 53 nömrəli tapşırığa baxaq. Sən bu sualda nəyə bilməlisən? Bilməlisən ki, x oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirirsə, x-in əmsalı, yəni k bizdə nədir? Mənfidir. Y-i yuxarıda kəsdiyinə görə b, yəni sərbəst həddim müsbətdir. Gəl bu bərabərsizlər sistemin həll edək. 4m kiçikdir 25. Aşağıdan m böyükdür mənfi 2-dən. M kiçikdir 25 bölünsün 4. İndi bunu biz kəsirlə də yaza bilərik. Onluq kəsirlə də çevirə bilərik. Dəyişən bir şey olmayacaq. 6 tam %25. M böyükdür mənfi 2-dən. Bunu mən interval üsulu ilə də baxa bilərəm. Məsələn, bura mənfi 2-dir. Bura nədir? 6 tam %25. Deməli, biri olur 6 tam %25-dən kiçiklər. Belə. Biraz bunu balaca çəkək. Deməli, biri olur 6 tam %25-dən kiçiklər. Biri də olur mənfi 2-dən böyüklər. Təbii ki, bunların kəsişməsi mənfi 2 6 tam %25 aralığı olacaq. Mənfi 2 6 tam %25 aralığı olacaq. Və adam mənə şərtdə nə deyir? Ala biləcək natural qiymətlər. Natural qiymətlər 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir və 6-dır. Sayın istəyir. 1, 2, 3, 4, 5, 6 dənə. Doğru cavabımız olur 6. Belə. 53'də doğru cavabımız olur 6. Baxaq 54 nömrəli suala. Eyni bir düz xətt üzərində yerləşən A, C və B məntəqələrinə səyahət etmək istəyən turist A məntəqəsindən başlayaraq B məntəqəsinə gedib və C məntəqəsinə qayıdıb 40 km. Deməli, tutaq ki, bu yolun uzunluğu olsun x, bu yolun uzunluğu olsun y. Deməli, bu A-dan B-yə gəlib, təzən B-dən C-yə qayıdıb. A-dan B-yə gəlmə x plus y, təzən C-yə qayıtmağı plus da y qədər məsafə sərf edir və 40 km. Sonra bunu silək. Daha doğrusu bunu silməyək də bunu silək. Çünki məsafələrimizlə işimiz yoxdur. Sonra mənə deyir ki, B-dən A məntəqəsinə gəlmişəm, A-dan da C-yə qayıtmışam. Y plus x, B-dən A-ya gəlmişəm. Təzən C-yə qayıtmışam, bir dənə də x. Bərabərdir 50. Gəl bunu hesablayaq. Yuxarı olur x plus 2y bərabərdir 40. Aşağı olur y plus 2x bərabərdir 50-yə. A və C məntəqələri arasındakı məsafəni istəyir məndən. Yəni x istəyir məndən. Bunu neyniyək? Bunu 2-yə vuraq. Deməli, bunu 2-yə vurum. Olacaq 2x plus 4y bərabərdir 80. Aşağında 2x üstə gələ y şəklində yazım da. Yerini dəyişirəm, bir problem yoxdur. Tərəf-tərəfə çıxsam, mənə nə verəcək? 3y bərabərdir 30. Y bərabərdir 10. Düzdürmü? Y bərabərdir 10. Gətirib yerinə yazsam burada, y-in yerinə 10 yazsam, 10 üstə gələ 2x bərabərdir 50-yə. 2x. Buradan 2x bərabərdir 40-a, x də bərabərdir 20-yə. Əgər səndən AC-ni soruşsa 20, səndən BC-ni soruşsa 10. Yəni AC-ni soruşduğuna görə doğru cavabımız 20 olur. Sonra bu suala baxaq. Bax, burada diqqət ediləsi məqam nədir? Baxın, bura bərabərdir. Özü mənə şərtdə verib. Bu bərabərdir və bu bucaq bura 90-dır. 90 dərəcədir bunların hər ikisi. Yəni burada təbii ki 90-dır. Burada belə bir məsələ var. Baxın. Bu ixtiyari xəttə çəkmişəmsə, yəni bu da 90-dır, bu da 90-dır. Deməli, onda bu buna paralel olmalıdır. Səbəb nədən ibarətdir? Çünki bunların cəmi 180 dərəcəsi, bunlar daxili bir tərəfdə yaradır. Paralel və kəsən olanda bu doğrudur. Yəni 90-90 olduğuna görə bu m-ni mən orta xətt deyə bilərəm. Oturacaq 2x-dirsə, bura olacaq x. M-in orta xəttdir. O zaman buranı 5-5 verib bizə.
O zaman AB plus M'in AB 2x'dir, M'in x'dir. 9'a 3x bərabərdir 9'a, x də bərabərdir 3'ə. Bura 3, x 3'dür. O zaman x üstüsə bura olur 6. Düzbucaqlı 3 bucaq. Bura 10'dur. Bura 6'dır. Təbii ki, hipotenuzum 10'dursa, bir katetim 6'dırsa, Pifagor ədədləri, o biri katetim 8 olmalıdır. Orta xətt demişəm axı. Bu da bura bərabərdir. O zaman 8 yarı bölür. 4, 4 kimi. Onda NC bizdə olur 4. Doğru cavab 4. Uğurlar hər birinizə. İnşallah növbəti izahlarda görüşərik. Videonu bəyənib paylaşmağı unutmayın. Sağ olun, özünüzü qoruyun.